İnsan var, nəyə görə deyir ki, mən 10 ildir evliyəm, 10 ildir zövcəm dırdır edilir. Dırdır eləmir, o danışır, sən dinləmirsən. Sən o əsnada ancaq səs eşidirsən deyə, sənə elə gəlir ki, o dırdır edir. Əslində o danışır, bir şeylər demək istəyir. Dinləsəydin, başa düşəcəydin. 10 il, 11-ci il qadın deyir ki, mən səndən artıq yola getmirəm, artıq ayrılmaq istəyirəm. Adam deyir, nə baş verdi ki? Nə oldu ki, deyir, biz niyə ailəm, 11 illik ailəni niyə yıxırsan? Çünki 11 ildir bu sənə danışır, sən dinləmirsən. Dərdi var, bir şey demək istəyir ki, bizdə problem var, yürümür bu evlilik, bir şey eləmək lazımdır. Sən əlinin tərsi ilə itələyirsən, istehza edirsən, küçümsüyürsən. Övlad gəlir, uşaq gəlir sənə söz deməyə, dinləmirsən. Üz çevirirsən, əlinlə itələyirsən, telefon verirsən. Amma Peyğəmbər sallallahu aleyhi və səlləm hətta balaca uşaqlarla onları dinləyirdi. Aleyhissalatu və səlləm insanları dinləyirdi. Və dinləməyin ədəblərindəndir ki, bir insanla danışanda ona xitab etmək, onun üzünə baxmaq. Bugün adam iki insan mübahisə eləyir, daha adam sözünü bitirməyib, bu ChatGPT-də artıq ona verəcəyi cavabı hazırlayır. Eyibdir, belə dinləmək olur. Bax gör insan nə demək istəyir. Sonra qayıdır, deyir ki, bitir deyir, mən deyəcəm. Bitir yox, dinləmirsən. Bitir deyən adam dinləmir. Sözünü bitir, mən başlayacağım deyən insan dinləmir, o eşidir, səs eşidir.